Soyuq bir oktyabr səhəri. Sumqayıt teatrının avtobusu dayanacaqda səssizcə gözləyirdi. Sürücü qapını açdı və içəri daxil oldu. Bir an sonra isə donub qaldı. Oturacaqlardan birində Azərbaycanın sevilən aktyorlarından biri başını önə əyərək hərəkətsiz oturmuşdu. Dünən gecə necə yuxuya getmişdisə, eləcə də qalmışdı. Heç kim onun son nəfəsinin nə vaxt verdiyini bilmirdi. Yanında nə ailəsi vardı, nə dostları, nə də onu alqışlayan tamaşaçılar. Bu gün sizə şöhrətin zirvəsindən tənha bir avtobus oturacağına qədər uzanan, ürək parçalayan taleyi ilə yadda qalan aktyor Kamil Məhərrəmovun həyat hekayəsini danışacağam. Buyurun xanım, eşidirəm. Ay gədə, oxu görək burada nə yazır. Hə, xanım, Ağac Molla xanımda oxumaq karıma gəldi. Kamil Fərmanoğlu Məhərrəmov 1941-ci il mayın 9-da Şamaxıda dünyaya gəlib. Ailədə 3 uşaq olublar. 2 qardaş, 1 bacı. Kamilin atası Şamaxıda məşhur dərzilərdən biri olub. Ancaq ailənin bütün qazancı gözlərini açandan xəstə yatağında gördükləri analarının müalicəsinə gedirdi. Bu səbəbdən də Kamil hələ balaca ikən ailə Bakıya köçür. Bakıda böyüyür. Yeniyetməlik yaşına burada çatır. Uşaqlıqdan sevdiyi işlə məşğul olmaq üçün Lütfü Məmmədbəyovun teatr dərnəyinə yazılır. Hər gün dərsdən çıxıb dərnəyə gedir. Bu uşağın hədsiz marağı Lütfü Məmmədbəyovun diqqətini çəkir, onun istedadlı olduğunu hiss edir. Məsləhət görür ki, hökmən aktyor olsun. Kamil isə ailəsinə kömək etmək üçün tezliklə bir sənətə yiyələnib işləmək üçün energetika texnikumuna qəbul olunur. Lakin günlərin birində sənədlərini yenidən hazırlayıb İncəsənət İnstitutuna verir. İmtahanlardan uğurla keçir və qəbul olunur. Yordan ağa, o düşkündə öyle, o bu baş ağrısının, baş gəlləmənin dərmanıdır. Ailədə bu sənətlə məşğul olan bir kimsə yox idi. Qardaşı neft sahəsi üzrə elmlər namizədi, bacısı isə tibb bacısı. Kamil Məhərrəmov institutu bitirən il Sumqayıtda teatr fəaliyyətə başlayır. Onları bütün heyətlə Sumqayıt teatrına göndərirlər. Xanımı Mahirə xanım müəllimədir. Kamil Məhərrəmovla hələ uşaqkən tanış olub. Bir-birini sevərək ailə qururlar və Sumqayıtda yaşamağa başlayırlar. Bu evlilik və Bakıdan Sumqayıta köçmə Kamili Bakıdakı içki məclislərindən müvəqqəti də olsa xilas edir. Hələ, Mustafa, bəyən metallomda tanışın yoxdur? Cəfər Cabbarlı adına Azərbaycan Film Kino Studiyasında 46 bədii filmə çəkilib. Üstəgəl mozalan sujetləri. Bir kadr hamıya yaxşı tanışdır. Kamil Məhərrəmov uzunqulağın belində, radio qucağında xarici musiqi dinləyə-dinləyə gedir. Yol əhvalatındakı paşa, evlənmək istəyirəmdəki Lal Hüseyn kimi xırda, amma xarakterik obrazları çox gözəl oynayıb. Lakin heç bir fəxri adı olmayıb. Teatrda Kamil Məhərrəmovun yaxşı rolları olur. Kinoya da çəkilir. 2 övladı vardı. Tezliklə onlara Sumqayıtda ev də verdilər. Amma nədənsə Kamil Məhərrəmov alidə olduğu içkidən ayrıla bilmir. Xanımı danışır ki, nə vaxt onu ayrılmaqla qorxudurdum, bir həftə içmirdi. Sonra yenidən başlayırdı. Nə var lan? Düt, görürəm də, düt. Rejissor Cahangir Mehdiyevin 2 filmində xarakterik obrazları yaradıb. Cahangir Mehdiyev deyir ki, çox gözəl aktyor idi. Amma içməyinin dərdindən oynamalı olduğu rollar əlindən çıxırdı. Mən onu çəkilişlərdən əvvəl bir neçə dəfə qaçmağa məcbur etmişəm ki, ayılsın. Qaçıb ləhləyə-ləhləyə üzümə baxıb, görmüşəm özünə gəlib, kadrı çəkmişəm. Kinostudiyada hər gün çəkilişdə, dublyajda olurdu. Oradan aldığını elə yerindəcə içkiyə verib, dostları ilə bir küncə çəkilir, içir, sonra da rejissorun qəzəbinə tuş gəlib qovulurdu. Bu vaxta qədər xəstə ana da, ata da dünyasını dəyişmişdi. Qardaşı ilə bacısı onu nə qədər dilə tutdularsa xeyri olmurdu. Mahirə xanım müsahibələrinin birində deyir: "Etiraf edim ki, bəzən qapını üzünə açmırdım. Bəlkə bundan bir dərs götürə, özünə gələ, içkini atar. Heç nəyin xeyri olmadı. Qapını ona açmayıb səhərə qədər yatağımda ağladığım vaxtlar olub." Qurban əmi düz deyir. Kollektivin qeydinə qalmaq lazımdır. Sən qəllətiv elə söz verəndə danışarsan. Onunla birgə Sumqayıt teatrına gələnlərin hamısı fəxri ad almışdılar. Ona vermirdilər. Kinoya çəkilirdi, ancaq qonorarından razı qalmırdı. Teatrda da rejissorlar artıq ona rol vermək istəmirdilər. Bəzən premyeraya içkili gəlib
tamaşanı məhv edirdi. Aktyor həmkarları deyirdi ki, birdən üz gözünü təraş edirdi, yuyunurdu, ayıq başla gəlirdi. Həmkarları deyirdi ki, həmişə belə olsan nə olar? Heç nə demirdi. Səhər görürdün yenə tökülüb itir. Bir gün yenə o qədər içir ki, ayaq üstə dura bilmir. Səhər evdən çıxanda xanımı, içsən evə gəlmə deyir. Otur ya. 1993-cü ilin soyuq oktyabr idi. Teatrın avtobusu hamının evinə düşürüb, ancaq Kamil Məhərrəmov avtobusda necə yuxuya gedibsə, sürücü onu oyada bilməyib. Bəlkə də qəsdən oyanmayıb. Sürücü də avtobusun qapısını açıq qoyub gedir evinə ki, nə vaxtsa oyansa, çıxa bilsin. Səhər gəlib görürlər. Üzü üstə necə yatmışdısa, eləcə də oturacaqda quruyub qalıb. Sağ ol arvad. Xeyirli olsun. Onun həyatı bitdi. Amma geridə elə bir hekayə qoydu ki, hər dəfə onu ekranda görəndə bir sual insanın ürəyini sızladır. Əgər o bircə dəfə içkiyə yox deyə bilsəydi, taleyi fərqli olardımı? Ana sen neydi sen lan? Oyda.